bilsinlər, mən nazirlərin fəaliyyətindən qəti olaraq narazıyam. İmkan Məsələn, versiniz. hansı nazirin? Məsələn. Məsələn, Mədəniyyət Nazirliyi. Niyə? Mən keçən il plenar iclasda dedim ki, bir dənə faktı deyəcəm və bundan başqa heç nə deməyəcəm. Saxlayıram qalanın plenar iclasa. Dedim ki, Mərkəzi Şəhər Kitabxanası və Uşaq Kitabxanası 87-ci ildə tikilən bir binada cəmləşiblər. Oturublar orada. Bu cəmaatın, üzr istəyirəm, deməliyəm də, deyirsiniz ki, məsələ, mən də məsələnə cavab verirəm. Bu 32 nəfərdən ibarət 2 kollektivin sanitar qovşağı yoxdur. İnsanlar zəruri ehtiyaclarını ödəmək üçün kitabxanadan çıxıb sağa, sola, önə, arxaya evlərə girirlər. Xahiş edirlər, yalvarırlar, əzab çəkirlər. Ay, yekə kişisən, keçən il dedim də bunu sənə. İstəyirəm Səyyad müəllim. Vay, belə şey olar. Onda biz bura nəyə yığışırıq? Düşməyi yaxşı başa düşdük. Söz demişəm, mən deputatam. Sən məni niyə utandırırsan onların yanında? Mən onlarla qarşılaşıram. Yapın böyründədir o kitabxana. Yapı gedirəm, qərargahımdır. Mənə deyirlər ki, müəllim, nə oldu? İroniya ilə, belə xoşa gəlməz bir tərzdə, replika ilə. Cəfət müəllim, mən niyə biabır eləyir? Məni niyə utandırır? Mən o cəmaatın sözünü dedim keçən il. Üstündən bir il keçir, çöp üstünə qoyulmayıb. Sən nazir olaraq hamıya aiddir. Yaşından asılı olmayaraq o camiyənin ağsaqqalısan, böyügüsən, rəhbərisən, onlar da sənin ailə üzvlərindir. Sən necə razı olursan ki, sənin ailə üzvlərin o cür miskin günə qalsınlar? Axı bunu həll edib ortalığa çıxartmaq 2 ya da 3 min manatın başındadır. 5 mindən yuxarı tenderləndir o işləri görmək üçün. Aydındır. Amma 5 minə qədər nazirlik, sən bunu həyata keçirə bilərsən, mən bunu sənə Adil Kərimli bağışlayaram, öz adına baxı, Adil Kərimli. Hanı sənin adilliyin? Hanı sənin kərimliliyin? Allahın 99 adından ikisini daşıyırsan. Belə olmaz. Bir dəqiqə, yaxşı aydındır.